Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Səməddin. Bugün sizə faizlə bağlı imtahanda qarşınıza çıxması ehtimal olunan sual tiplərini izah edəcəm. Bilirsiniz ki, MİQ və sertifikasiya ibtidai imtahanına artıq faizlə bağlı suallar son 2 ildə əlavə ediblər və bu ildə qarşınıza bu tipli suallar çıxmış olacaq. Vaxt itirmədən keçək suallarımıza. Bir daha xatırladaq. Bizim əlaqə nömrələrimiz 055 527 2599 WhatsApp nömrəsinə yazaraq siz də bizim dərslərimizə qoşula bilərsiniz. Başladıq. Meyvə bağından gün ərzində 5700 kiloqram alma toplandı. Yığılan almanın 30%-i mağazaya, qalanı isə ambara göndərdilər. Ambara neçə kiloqram alma göndərdilər? Ədədin faizini tapmaq üçün onu faiz göstərən ədədə vurub 100-ə nə edirik? Bölürük. Deməli bizim əlimizdə 5700 kiloqram nə var? Meyvə var. Düzdür? 30%-ni mağazaya, qalanını isə ambara göndərdilər. Ambara nə qədər göndərdilər? Bunun 30%-ni tapıram, 30-a vurub 100-ə bölürəm və bunun nə qədəsinin mağazaya göndərildiyini tapmış oluram. Bunu da tapmaq üçün kalkulyatordan istifadə edə bilərsiniz. 5700-ü 5700 vurulsun 30 bölünsün 100 bərabərdir 1710. Deməli 1710 kiloqramı mağazaya gedib. 5700-dən də 1710 kiloqramı mağazaya gedibsə nə qədəsi ambara göndərilib? 0, 9, 16-dan 7 çıxanda 9, 4-dən 1 çıxanda 3. 3990 kiloqram ambara göndərdi. Amma burada bir məsələ var ki, bəzən müdavim görür ki, 30%-in mağazaya veriblərsə, deməli 70%-i ambara göndərilib. Yəni bilirsiniz də faiz məsələlərində ideal ədədimiz 100-dür. 100-ün 30%-i əgər mağazadadırsa, 70%-i ambardadır. Yəni siz birbaşa 5700-ün 70%-ni taparaq da, bircə saniyə, bunu 70-ə vurub 100-ə bölsəz, birbaşa bu ədədin özünü ala bilərsiniz. Yəni 30%-ni yox da birbaşa 70%-ni tapa bilərsiniz. Ya 30%-ni tapıb çıxmalısınız, ya da birbaşa 70%-ni tapmalısınız. İkisi də bizi sualın cavabına aparmış olur. Keçdik növbəti sualımıza. İkinci sualımız. Siz də bu videolar sizə faydalısa videomuzu bəyənin, paylaşın və ətrafınızdakı iş yoldaşlarınızla bu imtahana hazırlaşan, MİQ və sertifikasiya imtahana hazırlaşan yoldaşlarınızla bunları paylaşın. Səyyah 3 gündə 90 km yol getdi. O birinci gün yolun 30%-ni. Deməli əvvəlcə 90-ın 30%-ni tapıram. Birinci gün 90-ın 30%-i. 90-ı 30-a vurdum, 100-ə böldüm. Bərabərdir sıfırlar getdi, elədi 27. Birinci gün 27 gedib. İkinci gün 40%-ni. Demir ha, qalan yolun 40%-i. Qalan yolun 40%-i desəydi 90-dan 27-ni çıxardım, yerdə qalanın 40%-ni tapardım. Amma məndən sadəcə yolun 40%-idir. Yolumuz 90 km. Bunun da 40%-i 40-a vurdum, 100-ə böldüm. Bərabərdir sıfırlar getdi. Neçədir? 36 elədi. Əla. Üçüncüyə gəldik. Üçüncüdə isə üçüncü gün isə qalan yolu getdi. Yəni 27 birinci gün gedib, 36 ikinci gün gedib. 90-dan bunların cəmini çıxacam, yerdə üçüncü günü tapmış olacam. Baxa görək, lövhəmiz necə görünür? Əla görünür. Deməli, 27 ilə 36-nı toplayıram. Eləyir 3 yazdıq, 1 yadda 5, 63. 90 kilometrdən də 63 kilometri çıxıram. Ondan 3 çıxanda elədi 7, düzdürmü? 8-dən 6 çıxanda elədi 2. Elədi 27 kilometr. A variantı bizim doğru cavabımızdır. Ümumiyyətlə faizdən qorxmayın. Faiz dəhşətlərinizə çətin düşmür. Bizim ixtisasımızda olan faiz sualları nisbətən digər mövzulara nisbətən daha rahat və normal tipləri qarşımıza çıxır. İnşallah sizin də qarşınıza rahat tipləri çıxmış olacaq. Narahat olmayın. Getdik. Deməli, növbəti sualımıza baxırıq. Növbəti sualımız görək bizi nə gözləyir? Növbəti sualda. Aha. Üçüncü sualımız baxaq. Deyir ki, qələmimizi götürək. 20% 80 olan ədədlə 30% 60 olan ədədin cəmini tapın. Baxın, faizə görə ədədi tapıram. Hansı ədədin 20% 80-dir? Normalda desəydi ki, 80-in 20%-ni tapın, 80-i 20-yə vurub 100-ə bölərdiniz. Amma deyir ki, 20% 80 olan ədədi tapın. Bu zaman 80-i 100-ə bölüb 20-yə, 100-ə vurub 20-yə bölürük. Çünki necə ki, ədədin hissəsinə görə ədədin tapılması var. Ədədin hissəsini tapmaq ayrı şeydir, hissəsinə görə ədədi tapmaq ayrı şeydir. Yəni tərs əməliyyat olur. Burada da əməliyyatımız tərsdir. 20-yə bölüb 100-ə vururuq. Buradan da ixtisarımızı aparaq. 80-i 20-yə bölürəm. Neçə eləyir? 4. 4-ü 100-ə vurdum, elədi 400.
Deməli bu ədədimiz 400 imiş. Digər isə 30% 60 olan ədəd. 60'ı vuracağım 100'ə, böləcəm nəyə? 30'a. Bərabərdir. 60'ı 30'a böləndə 2, 2'ni 100'ə vurdum, elədir 200. 400'dən 200'ün cəmini tapacağım. Çünki onların bizdən cəmini istəyir. 400 üstə gəl 200. Neçədir? 600'ə bərabər olmuş oldu. Bəli, E variantı 600 bizim cavabımızdır. Bu arada sizə imtahandakı bütün çərçivəni əhatə edən, yəni bir kitab lazımdırsa, FES Akademinin riyaziyyat test toplusunu əldə edə bilərsiniz. İbtidai sinif müəllimləri üçün MİQ və sertifikasiya imtahanının bütün mövzularını əhatə edir. Bütün imtahan sual tiplərini əhatə edir. İstənilən kitab mağazasına yaxınlaşın, kitabın şəklini göstərin və əldə edin. Tapmasanız bizim əlaqə nömrələrimizi yazın. Biz sizə tapmaqda kömək edək. Dördüncü sualımız, baxaq dördüncü sualımıza. Məktəbdə 1200 şagird oxuyur. Onlardan 510 nəfəri oğlandır. Məktəbdəki şagirdlərin neçə faizi oğlandır? Bu sualı yazmağın rahat üsulunu deyim. 1200 bütövdür. Yəni 1200 şagird 100%dir, hamısıdır. Bəs görəsən 510 şagird nə qədərdir? X. Çarpaz vuram və cavabı tapıram. Tənasüb üsul deyirik buna. Bu deyir 1200x bərabərdir 100'ü vuracam 510'a və x da bərabərdir 510'u 100'ə vurandan sonra böləcəm nəyə? 1200'ə. Yəni bu onun neçə faizdir tapmış olacağım. Təbii ki, imtahanda bilirsiniz də kalkulator ekranda olur. Rahatlıqla 510'u vuracaqsınız 100'ə. Alınan cavabı böləcəksiniz 1200'ə. Neçədir? 42 tam 10'da 5 elədi. 42 tam 10'da 5. Doğru cavabımız oldu. E variantına bərabər. Yəni 510 1200'ün neçə faizidir soruşanda 510'u 100'ə vurursunuz, 1200'ə bölürsünüz. Yəni bir ədəd digəri neçə faizdir? Belə bir sual tapanda, qarşınıza çıxanda həmin ədədi 100'ə vurub o soruşulan bütöv ədədin 1200'ün özünə bölmüş olursunuz. Baxın 510'u 100'ə vurdum, böldüm 1200'ün, yəni ədədin özünə. Növbəti sualımıza baxırıq. Növbəti sualımız 5-ci sualımızdır. Siz də videonun rəy bölməsindən hansı mövzudan izahlar istəyirsə bunu qeyd edin. Sizin yazdığınız hər bir xoş rəy bizim üçün motivasiyadır və daha çox videoları paylaşmamıza və sizlər üçün suallar hazırlamamıza kömək olur. Ərik qurudularkən öz çəkisinin 45%-ni itirir. Buna görə 180 kiloqram ərik qurudulduqda neçə kiloqram qalar? 45%-ni itirirsə 2 yolun var. Ya 180 kilonun 45%-ni tapıb çıxacaqsan, bu birinci yol. Ya da deyərsən ki 45%-ni itirirsə 100'dən 45'ini itirəndə nə qədəsi qalır? 55%. Deməli, ərik qurudulanda kütləsinin 55%-i qalır. Mən də 180'in 55%-ni tapacağım. 180'i 55'e vurub 100'ə böləcəm. Yəni qorxmayın da bu təzə bir üsul deyil ki. İstəyirsən sən 180'in 45%-ni tap, çıx. Eyni cavab alınacaq. İstəyirsən sən 180'in 55%-ni tap, gəl tapa. 180 vur 55 böl 100 bərabərdir 99. Yəni eyni cavab olur. Eyni formada bu sualın cavabını tapa bilərsiniz. Cavab oldu E variantı 99'a bərabər. Əla. Növbəti sualımıza baxırıq. Görək növbəti sualımız nədir? 6-cı sual. Düzbucaqlının eni 10%, enini 10%, uzunluğunu 20% artırdılar. Sahəsi necə dəyişdi? Bu tipli suallarda tövsiyə edirəm ki, özünüzdən ədədlər qoyaraq da yaza bilərsiniz. Mənim ən ideal tövsiyəm bir dənə kvadrat çəkin. Deyəcəksiniz müəllim, axı orada düzbucaqlıdır. Birdən demərsiniz, o səhv eləyərsiniz. Deməməlisiniz əslində. Niyə? Çünki sizə qayda başa salmışam ki, kvadrat həm də düzbucaqlıdır. Yəni ürəyiniz istəyən bir kvadrat görsəz, ona düzbucaqlı deyə bilərsiniz. Çünki kvadrat düzbucaqlının xüsusi bir halıdır. Bütün tərəfləri bərabər olan düzbucaqlı kvadrat adlandırılır. İndi özümdən bir dənə ədədlər qoydum. Məsələn 10 10. Rahat olsun deyə 10 10 götürürəm. Sən ürəyin istəyən düzbucaqlı götür. Tərəfi 20'nin 30'a, 40'ın 50'yə, 105'in 97'ye, nə istəyən götür. İstənilən bir figurun üzərinə bu deyilənləri tətbiq elə, cavab eyni alınacaq. Sadəcə 10 və 10 götürsən, ədədlər çox ideal alınır və sən cavabı daha tez görə bilirsən. İndi necə olduğunu göstərəcəm. Bax, özümdən bir dənə düzbucaqlı götürdüm, kvadrat götürdüm. Sahəsi 100'dür bunun. 10 vur 10, 100'dür.
Görürsünüz 100 bizim ideal ədədimizdir deyə mən özüm xüsusi olaraq 100 almağa çalışdım ki, rahat olsun işim. 100 almasam da cavabı taparam. Amma bu mənim işimi daha rahatlaşdırır. Deyir enini 10% artır. Eni 10'dur. Onu 10% artırıram. Onun 10% nə qədər eləyir? Onun 10%-i 1 eləyir və onu bir vahid artırıram. Elə də 11. Oldu bura 11. Əla. Uzunluğunu 20% artır. Uzunluğu da 10'dur mənim üçün. Bunu da 20% artırıram. Eləyir 2 və onun üzərinə 2 gəlirəm, artırıram, olur 12. Oldu mu? Oldu. Əvvəlki düzbucaqlığımın sahəsi nə qədər idi? 100. İndi nə qədər oldu? 12 vur 11. 12'ni 11'e vuranda 132 eləyir. Əvvəlki sahə 100 idi. İndiki sahə 132 oldu. Nə qədər artdı? Mənim 100 götürmə səbəbim odur ki, sən sonda əlavə heç bir şey eləmirsən. Birbaşa deyirsən ki, 32% artdı. Doğru cavabımız oldu. D variantı. Əvvəl 100 idi, indi oldu 132. Yəni 32% artmış oldu. Növbəti sualımıza keçək. Baxa görə növbəti sualımız nədir? Bu arada bizim ödənişsiz şəkildə WhatsApp kanalımız var. Həmin WhatsApp kanalımıza qoşularaq siz də hər gün suallar, sınavlar, testlər işləyə bilərsiniz. 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz. Sınav qrupu, nə bilim, dərs qrupu və s. monitoring qrupları, yəni 4-cü sinif şagirdləri üçün də ödənişsiz bizim qruplarımız var. 7-ci sualımız 2025-ci ilin imtahan sualıdır. Gəlin baxaq. Şagird 364 səhifəlik kitabın birinci gün 25%-ni oxudu. Mən birinci gün 364'ün 25%-ni tapacağım. Tapıram. 364 vur 25 böl 100. Ədədin 25%-ni necə tapırıq? Bu 25-də yəqin ki bildiniz. Ədədin 25%-ni tapmaq üçün ədədi 25'e vurub 100'e bölürük. Baxın. 364 vur 25 böl 100 bərabərdir 91. Birinci gün 91 səhifə. Yazdım bura 91 səhifə. İkinci gün hər növbəti gün əvvəlkinin 6 səhifə azdır. Getdikcə 6 azalacaq. Bax 2025-in imtahan sualıdır. Gör bu sual sənə çətin gəlir yoxsa yox. 91 idi. Getdikcə 6 səhifə azalır. 91-dən 6 çıxıram. Eləyəcək 85. Düzdür? 91'dən 6 səhifə çıxdım. Çünki hər dəfə 6 azalır. Üçüncü gün 85'dən də 6 çıxıram. Eləyir 79. Dördüncü gün 79'dan da 6 çıxıram. Eləyir 73. Neçə gün olduğuna baxaq. Gəlin baxaq neçə gündür. 4 gün sonra. Yəni 4 gün ərzində birinci gün 91 oxuyur. İkinci gün 85. Üçüncü gün 79. Dördüncü gün 73. İndi baxın, diqqətlə baxın. Biz burada oxuduqların hamısını toplayırıq. Görək bunun oxuduqları nə qədərdir? Hamısı bir yerdə. Deməli 91, üstə gəlinsin 85, üstə gəlinsin 79, üstə gəlinsin 73. Bərabərdir 328. Baxın, 364 səhifədən 328 səhifəsini oxuyub. Bax, bu cəm 328 edir. 364'dən də 328'in çıxanda eləcək 36 səhifə. İndi bizdən soruşur ki, neçə səhifə oxunmamış qalar? D variantı 36 səhifə oxunmamış qalar. Bax, qeyri-adi heç nə demədim. Verilən səhifə sayının 25%-ni tapdım. Faizlə işim qutardı. Qalan deyir ki, hər dəfə 6 səhifə az oxuyur. Birinci gün 91, ikinci gün 85. Sonra 79, sonra 73, qutardı, getdi. Cavab oldu. Yəni 328'ini oxuyub, 364'dən 328'in çıxdım. Nə qaldı yerdə? 36 qalmış oldu. Bu sual MİQ 2025 imtahan sualıdır. İndi bu sualdan sonra bir rəydə yazarsınız görüm. 7-ci sual sizə necə gəlir? Rahat, orta yoxsa çətin? Bax, çox maraqlıdır ki, siz bu sualı necə qiymətləndirirsiniz? 8-ci sualımıza baxacağıq. 8-ci sual 2025-ci ilin sertifikasiya imtahan sualıdır. Deyir ki, diaqramda 3, 4 və 5 qiymət alan şagirdlərin sayı verilmişdir. Sinifdə cəmi 40 şagird varsa, 3 və 4 alanların sayı 5 alanların sayından nə qədər azdır? 40 şagirddən 65%-i 5 alır. 40'ın 65%-ni tapaq. 40 vurulsun 65 bölünsün 100. 40'ın 65%-ni tapıram. Gəlin baxaq. 40 vurulsun 65 bölünsün 100.
bərabər elədi 26. Deməli 26 nəfər 5 alıb. Sonra 40-ın 20%-ni tapacağam. 40 vurulsun 20 bölünsün 100. 8 nəfər eləyir. 8 nəfər 4 alır. Bir də 15%-ni tapacağam. 40 vurulsun 15 bölünsün 100. Bərabərdir. Sıfırları sildim. 2'ye bölsəm 5, 2, bu da 3, 6. 6 nəfər də 3 alır. İndi deyir ki, 3 və 4 alanların sayı, yəni 8 ilə 6-nın sayı 14, 5 alanların sayından 26-dan nə qədər azdır? Neçə vahid azdır? 12 vahid azdır. D variantı bizim doğru cavabımızdır. Bir bu sual haqqında da yazar. 8-ci sual, yəni 2025-ci ilin sertifikasiya sualı. 2025-də düşmüş. Deməli, faizlə bağlı sertifikasiya sualı. Bəzən müdavimlər sualı növbəti görəndə deyirlər ki, oy müəllim, belə rahat düşərmi? Baxın, əziz sertifikasiya yazılaşan müəllimlər, ən çox da Naxçıvan müəllimlərinin imtahanı tez olacaq deyə onlara deyirəm. Yəni, bəzilərinizin ətrafında sizi geriyə salan, sizi qorxudan, həyəcanlandıran insanlar var. O insanlardan uzaq durun. Çünki həyəcanla imtahanı geçsəz, bildiyinizlə yaza bilməyəcəksiniz. Ona görə boş verin də, rahat olun. Rahatdır. Görürsünüz, imtahan sualları içərisində rahatlıqla yaza biləcəyiniz suallar olacaq. Bu sual tipi imtahanda olmayıb, amma soruşsaz ki, müəllim, MİQ və sertifikasiya imtahanında birdən düşündürücü bir sual salmaq istəsələr faizə aid və bizim ixtisasımıza uyğun hansı sualı sala bilərlər? Belə bir sual qarşımıza çıxara bilərlər. Niyə? Çünki bu sualın bir fərqli forması məktəb dərsliyində kəsr məsələsi tipində verilib. Ona uyğun olaraq da faizə uyğunlaşdırıb yazmışıq və güman edirəm ki, əgər çətin bir faiz sual qarşımıza çıxarmaq istəsələr, belə bir sual yaza bilərlər. Həm ixtisasımıza aiddir, həm də düşündürücüdür. Getdik. Sadiq illik 4% əlavə pul ödəməklə bankdan 6800 pul alır. 14 aylıq xərci bu qədərdir. Bir il sonra həm kassasına pul qoyur, həm də banka borcunu ödəyir. Sadiq aylıq nə qədər maaş alır? Gəlin Sadiqin pulunu hesablayaq. Bax, bu Sadiq, gözümüz yıxacaq Sadiqin maaşın 4% əlavə pul ödəyəcək. Bankdan aldığı pulu 4% əlavə ödəyəcək. 6800-ün 4% nə qədərdir? Tez bunu hesablayıram. 6800'ü vuracam 4'ə, böləcəm 100'ə. 6800 vurulsun 4, bölünsün 100. Yəni mənə 6800'ün 4% lazımdır. Bərabərdir. Bunda kalkulator əmri sağ olsun. 6800 vurulsun 4, bölünsün 100. Bərabərdir. 272 manat. Deməli bu adam aldığı puldan 272 manat da əlavə borc ödəyəcək, faiz ödəyəcək. Bir daha deyirəm. Elə bir ki 68'i 4'ə vurdum 272. İndi fikir verin. 14 aylıq xərci 9800 manatdır. Bəs bir aylıq nə qədər xərcdir deyə bilərsiniz? 9800'ü bölərəm 14'ə. Görün bir ay ərzində bu adam nə qədər pul xərcdir bir aya. 9800'ü bölürəm nəyə? 14'ə. Böldüm 14'ə. Elədi 700 manat. 700 manat. Bu adamın xərci aylıq 700 manatdır. Oy oliqarx. 700 manat bu adam elə belə pul xərcləyir. Heç səsiz. İndi mən nə edirəm? Görürəm ki, bir ilin sonunda bu Sadiq, yıxaq o Sadiqin evini, gəlin. Bu Sadiq bankdan aldığı 6800 manatı qaytarıb. Sadiq qazanır da. Üstə gəl, bu Sadiq bir il ərzində 4% o 272 manatı qaytarıb. Bunlara hamısını qazanıb ki, qaytarıb da Sadiq. Sonra bu Sadiqin aylıq xərci 700 manatdır, düzdür? 12 aya bu adam nə qədər xərcləyib? 12 vur 700. Bunu qazanıb ki, xərcləyib də. Ona görə 12'ni 700'ə vuram, görün bunun 1 illik, 12 ay 1 il daxı xərci nə qədərdir bu Sadiqin? Vay, 8400. 8400. Yəni Sadiq bunu da qazanıb ki, xərcləyib. Hələ bu Sadiq, ayıb olsun Sadiqə, kassasına bir 2528 manatda pul yığıb, utanmaz. Gör bu Sadiq nə qədər qazanır. Deməli, bunların hamısını qazanıb ki, eləyib də bu adam. 6800 bankdan borc almış, onu qaytarıb. 272 manat faizin qaytarıb. 8400 manat özünün xərcidir. 2528 manat nə idi? Kassasına yığdığı pul. Hələ bir maşın da alıb, ev də alıb bu adam. Nəysə, oralar bizə lazım deyil.
Deməli, bunlar hamısı Sadiqin 1 illik qazandığı puldur ki, ora-bura xərcləyə bilir. Görək 1 ilə bu Sadiq nə qədər pul qazanıb. 6800 vur çötkəyə görə nə qədər qazanıb? 6800 üstə gəl 272, üstə gəl 8400, üstə gəl 2528. 18000 manat 1 ilə pul qazanıb Sadiq. Xeyirli yerlərə xərcləsin. 18000-i 1 ilə qazanıbsa, yəni 12 ayda qazanıbsa, bəs 1 ayda nə qədər qazanıb? 18000-i bölürəm 12 aya, bunun 1 aylıq xərcini, yəni qazancını tapıram. 18000 bölünsün 12 bərabərdir 1500. Yəni Sadiq ayda 1500 manat pul qazanır. 1500 manat pulu qazanır, bu qədər şeyi də xərcləyə bilir. Bax, xahişim odur ki, bu sual tipinə diqqətlə baxın. Bunu belə anladınızsa, bunu yaza bildinizsə, sizin artıq faizdə bir probleminiz olmayacaq. Neynədik? Bir öz pulu. Üstə gəl o pulun faizi. Üstə gəl 12 aylıq xərci. Bax, 12 aylıq xərc. 14 aylıq yox. Bunu bölürsən 14-ə 1 aylığını tapırsan. Sonra 12 aya vurursan 1 illiyini tapırsan. Çünki biz illik bunları hesablayırıq. Çünki sonda 1 ilin sonu deyir axı. Yəni bu 1 ilin sonunda banka borcunu qaytarır. 1 ilin sonunda faizi qaytarır. 1 ilin sonunda bu qədər pul xərcləyib 8400. Ona görə ili hesablayırıq. 1 ilin sonunda kassasına 2528 manat yığıb, 1 ilin sonunda bu 18000 bu bütövlükdə pul qazanmalıdır ki, bunları eləyə bilsin. 1 ilə 18000 qazanırsa, 1 aya 12'ye böldüm. Çünki 1 il 12 aydır. 1 aya 1500 manat pul qazanmış olur. Əgər bu sualı anladınsa, 10-cu sualı sənə tapşırıq olaraq verirəm. Videonun rəy bölməsinə, açıqlamasıyla bir yerdə yazacaqsan. Həqiqətən deyirəm, çətin bir şey deyil. Sadəcə bu sual sənə tapşırığındır. Bax, nə edəcəksən? 32.000-in 24%-ni tapacaqsan. Tapdın. 54.000-i 18-ə bölüb 1 aylıq xərci tapacaqsan. Sonra o ayda da 12-yə vuracaqsan. Çünki sənə 12 aylıq xərc lazımdır. İllik, 1 il. Sonra nə edəcəksən? Həmin o 32.000, 24%, 32.000 24%, üstə gəl o 1 illik xərc tapdığın, üstə gəl də bunun kassasındakı manat toplayıb 12'ye böləcəksən və videonun rəy bölməsindən doğru cavabı yazmış olacaqsan. Belə əjdahlarımız bu videoda sizə faizlə bağlı imtahanda olmuş sual, imtahanda olmuş sualdan rahat sual, imtahanda olmuş sualdan çətin sual, rahat, orta, çətin hər şeyi dedik. Bir videonun içərisində bugünkü sualları işləyə bilirsənsə, sənin faizlə bağlı inşallah ki, imtahanda heç bir problemin olmuş olmayacaq. Videomuzu bəyənin, rəy bölməsinə öz ürək sözlərinizi bildirin. Sizin rəyləriniz bizlər üçün önəmlidir. Bir daha kitabımız haqqında məlumat verək. Bu kitabı əldə edərək bütün MİQ və sertifikasiya çərçivəsinə uyğun olan bütün sual tiplərini bu kitabdan işləyə bilərsiniz. Bütün kitab mağazalarında var. Sağ olun, növbəti video dərslərdə görüşərik. Hələlik.